Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hal-hazırki mövzumuz 6-cı sinif texnologiya dərsliyindən 9-cu mövzudur, tirciklərin birləşdirilməsi. Gəlin bir baxaq, tircik nədir? Tirciyi biz 5-ci sinifdə öyrənmişik, düzdür? Tircik qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialı idi. Bir də yadımıza salaq. Qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialı idi. Yadımıza salaq ki, tircik ağacın özəyinin bir hissəsindən hazırlanırdı. Bəli, indi həmin tirciklərin birləşdirilməsini öyrənəcəyik. Gəlin görək necədir. Çərçivə, stend və s. bu kimi oduncaq məmulatlarının hazırlanmasında kiçik tirlər uclarına yaxın yerlərdə, uzununa, düz bucaq altında, ortasında isə yalnız düz bucaq altında birləşdirilir. Gəlin bu cümləni açaq. Görək nə demək istəyir. Baxın, A şəklində fikir verək. Deyir ki, kiçik tirlər uclarına yaxın yerlərdə, bax ucuna yaxın yerdədir, düzdür? Ucuna yaxın yerdə birləşdirilir, uzununa. Və yaxud da düz bucaq altında, uzununa, düz bucaq altında. Ortasında isə, baxın ortasında, yalnız düz bucaq altında yerləşdirilir. Deməli, uclarını birləşdirə bilirik. Necə? Uzununa birləşdirə bilirik, bir də düz bucaq altında. Baxın, bu formada birləşdirə bilirik və yaxud da belə birləşdirə bilirik. Bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısı qədər kəsilir. Bu cümləni də açaq müəllimlər. Nə deyir burada? Bax, hansı ki, kiçik tirləri birləşdiririk. Bu ikisini birləşdirəndə kəsiləcək hissələr, daha doğrusu birləşdiriləcək hissələr qalınlığının yarısına qədər. Baxın, buradan da hansı ki, elə ölçü götürürük ki, buradakı ölçü ilə bərabər olsun və bunların ikisini birləşdirəndə, yəni ölçülər dəyişməsin. Eyni ilə bura, məsələn, 4 sm-dirsə, 4 sm. Buradan da 2 sm çıxartmışıq, buradan da 2 sm çıxartmışıq və bunları birləşdirəndə yenə ümumi qalınlıq 4 sm olacaq birləşdiriləndən sonra. Bəli, bir də baxaq. Dedik ki, bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri, söhbət bax buradan gedir. Birləşdiriləcək hissələr hanı? Bunlardır da birləşdirilir, düzdür? Uzunluğu olanda buradır. Və yaxud da düz bucaq formasında olanda ortasında burada. Birləşdiriləcək hissələri onların qalınlığının yarısı qədər kəsilir. Bəli, kəsilən hissəni gördük. 4 sm idisə 2 sm gedir və hər ikisini birləşdirəndə eyni ölçü qədər, birləşən isə eyni ölçü qədər olur. Belə birləşmələr kiçik tirin qalınlığının yarısına qədər kəsilmiş pilləli taxma adlanır. Deməli, pilləli taxma nə oldu müəllimlər? Pilləli taxma hansı ki, qalınlığın, kiçik tirin qalınlığının yarısına qədər kəsilmiş hissə pilləli taxma adlandı. Tirciklərin müxtəlif bucaqlar altında birləşdirilməsi bunlara biraz səlqəyə salam. Dedik ki, tirciklərin müxtəlif bucaqlar altında birləşdirilməsi az tətbiq olunur. Müxtəlif bucaqlar altında. Belə deyək, müxtəlif bucaqlar hansı ola bilər? Açıq bucaq ola bilər. Üzr istəyirəm, kör bucaq ola bilər, açıq bucaq deyirəm. Kör bucaq ola bilər, iti bucaq ola bilər. Yəni, çox təsadüf hallarda olur ki, az tətbiq olunur müxtəlif bucaqlar altında. Tirciklərin kəsilmiş hissələrini birləşdirdikdə
Alınan məmulatın qalınlığı adətən tirciyin öz qalınlığına bərabər olur. Bayaq izah elədiyim kimi qalınlığı 4 sm-dirsə, kəsilən hissələr götürülür və birləşdiriləcək hissələrin qalınlığı, hansı ki tirciyin öz qalınlığı neçə santimetr idi? Bunu başa düşmək üçün deyirəm. Kitabda yoxdur ölçülər. 4 sm idisə, bəli, yenə də birləşdiriləcək hissələr 4 sm olur. Bəli, buradan bir nəticəyə gəldik ki, tirciklərin kəsilmiş hissələrini birləşdirəndə alınan məmulatın qalınlığı tirciyin öz qalınlığına bərabər olur. Tirciyin qalınlığının yarısına birləşmə. Baxın, A şəklində bayaq dediyimiz kimi bu uzunluğuna birləşmədir. Həm B, həm də C düz bucaq altında birləşmədir. Sadəcə A ilə C-də uclarına yaxın yerlərdə birləşib. Bəli, baxın, burada uc hissəsidir, burada uc hissəsidir, bu da uc hissədir, bu da. Yəni, uclarına yaxın yerlərdə uzunluğa düz bucaq altında birləşir. Ortasında isə düz bucaq altında, yəni yalnız ortasında düz bucaq altında birləşdirilir. Bu şəklə ümumilikdə baxsaq, uclarına yaxın yerlərdə A ilə B birləşdi. Amma düz bucaq altında C ilə B birləşdi. Bəli. C şəklində də birləşmənin ölçüləri göstərilir. Baxın, niyə burada 2-də 1 verilib? Bax, bunun belə deyək də, bir hissəsi kəsimə gedib, bir hissəsi qalıb. 2-də 1 hissəsi qalıb, belə deyim. Əgər tirciklər düz bucaq altında birləşdirilirsə, onda kəsilən hissənin uzunluğu A, bax, uzunluğu A ilə işarə edilir. Birləşdirilən detalın eninə bərabər olmalıdır. Bəli, düz bucaq altında birləşdirilirsə, kəsilən hissənin uzunluğu birləşdirilən detalın eninə bərabər olmalıdır. Bu nə deməkdir, müəllimlər? Baxın, bu düz bucaq altında birləşdirilir, düzdür? Uzunluq enə bərabər olmalıdır ki, kənarlardan çıxıntı olmasın. Deməli, uzunluq nəyə bərabər olur? Düz bucaq altında birləşmədə enə bərabər olur. Kəsilən hissənin uzunluğu birləşdirilən detalın eninə bərabər olur. Tirciklər uzunluğa birləşdirildikdə kəsilmiş və kənara çıxan hissələr bərabər olmalıdır. Həm kəsilən, həm də kənara çıxan hissələr bərabər olmalıdır. Baxın, A şəklində deyir ki, uzunluğa birləşdiririksə, bəli, bu A şəklində uzunluğa birləşdiririk. Kəsilmiş, bax, bu kəsilmiş söhbət buradan gedir də, 2-də 1 hissəsi kəsilib və kənara çıxan hissələr bərabər olmalıdır. Kəsilən hissələrin uzunluğu tirciyin eninin 0,5, 1,5 hissəsinə bərabər seçilir. Kəsilən hissəni, bax, bura, kəsilən hissələrin uzunluğu tirciyin eninin 0,5, bax, bu rəqəmi yadımızda saxlayaq, 0,5, 1,5 hissəsinə bərabər seçilir. Düz bucaq altında birləşdirilən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni xəttkeşlə nişanlanır. Neynədir? Xəttkeşlə nişanladıq. Və dörd tərəfdən bucaqlığın köməyi ilə, nəyin köməyi ilə? Bucaqlığın köməyi ilə dörd tərəfdən eninə nişanlama xətləri çəkilir. Deməli, əgər biz düz bucaq altında nişanlayırıqsa, tircikləri nişanlayırıqsa, bu zaman bucaqlıqdan istifadə edirik, düz bucaq altında. Dörd tərəfdən məmulatın uzunluğu və enini nişanlayırıq. Dörd tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlama xətləri çəkilir. Bəli, baxın, eninə nişanlama xətləri çəkilir. Reismusun ayağı,
Bax, söhbət bundan gedir. Reysmusun ayağı tirciyin eninin tən ortasında yerləşdirilir. Baxın, yenə də bunun ölçü ilə götürsək, 4 sm bunun ümumi ölçüsü olsa, 2 sm burada qalır, 2 sm də burada tən ortadan. Tən ortasında Reysmusun ayağını yerləşdiririk. Reysmusun ayağında da nə var? Mismar var. Paz ilə qəlib. Paz 2 idi, düzdür. Paz ilə qəlib. Qəlib də 3 idi. Birləşdirilir. Niyə birləşdiririk? Müəllimlər, baxın. Bu tircikləri biz pazın köməyi ilə irəli, geri, yəni ölçüyə görə dəyişə bilirik. Bizə lazım olan hissədə mismarı, belə deyək də, Reysmusun ayağını və yaxud da ki, mismarını da deyə bilərik. Tən ortada yerləşdirdik, ondan sonra paz ilə qəlbi birləşdiririk ki, bu tircik tərpənməsin. Kənarlarda və başlıqlarda uzunluq xətlər çəkilir. Həm başlığında, həm də kənarında. Bax, başlıq burada. Həm başlığında, həm də kənarında uzunluq xətlər çəkilir. Bəs kəsilən hissəni necə işarə edirik, müəllimlər? Kəsilən hissəni X işarəsi ilə, X hərfi ilə, X işarəsi ilə qeyd edirik. Gəlin, ümumilikdə yadımıza salaq, müəllimlər. Reysmus hansı hissələrdən ibarət idi? Reysmus, kiçik mismar, paz, qəlib, meydança, bəli, meydança, unutduğumuz kiçik mismarları dedik, tircikləri dedik, paz, meydança, qəlib, bəli, bunlardan ibarətdir. Bunu biz 5-ci sinifdə keçmişdik. Yaxşı, baxaq. Tirciyin verstakın arxa sıxacında bərkidirik. Bəli. Verstakın arxa sıxacında bərkidirik. Bunu ardıcıllıq kimi də istəyə bilər bizdən. Tircikdən liflərin uzununa və eninə xırda dişli mişarla. Həm uzununa, həm də eninə xırda dişli mişarla nişan xətlərinin yanını tam mişarlamadan. Tam mişarlamaq nə deməkdir, müəllimlər? Baxın. Bir var ki, tam mişarlayırıq. Mişarladıq, bu kəsilən hissəni atdıq, getdi. Amma deyir, tam mişarlamadan, yəni yarıya kimi mişarlayırıq. Tam mişarlamadan oduncaq parçasına kəsim atılır. Kəsim atmaq nə deməkdir? Baxın. Biz oduncağın yarısına qədər, bax belə kəsirik bu formada. Bu nişanlanıb. Kəsim atırıq. Ondan sonra əgər tirciyin ortasından oduncaq parçası kəsilirsə, ortadan oduncaq parçası kəsilirsə, pəstah verstakın sıxacında etibarlı bərkidilir. Və eninə mişarla kəsilən hissə tirciyin qalınlığının yarısına qədər. Tirciyin qalınlığı nə qədərdir? Onun yarısına qədər. 6 sm-dirsə 3 sm-nə qədər kəsimlər aparılır. Kəsimlər atılır. Bəli, eninə mişarla kəsilən hissə tirciyin qalınlığının yarısına qədər aralarında 10-15 mm məsafə olmaqla mişarlanır. Məsafələr nə qədər olur, müəllimlər? Baxın, 10-15 mm olmaqla mişarlayırıq. Yarıya qədər, tamamilə demir, tam kəsim eləmirik. Daha sonra hissələr xarrat iskənəsi ilə kəsilir. Bəli, iskənə ilə kəsilir. Kəsilən sahələr iskənə və ya törpü ilə bir-birinə uyğunlaşana qədər təmizlənir. Yəni, ara məsafəsi qalmır. Baxın, kəsdiyimiz hissələri iskənə ilə və yaxud da törpü ilə neyinirik? Tam bir-birinə uyğunlaşana kimi törpülüyürük və yaxud da iskənə ilə təmizləyirik. Tam uyğunlaşmaq nə deməkdir? Baxın, biz mişarla 10-15 mm məsafə saxlamaqla, belə deyim, mişarladıq. İskənə ilə bu mişarladığımız hissələri təmizlədik. Biri hündür, biri alçaq olur da. Bax, bu kəsdiyimiz hissələr.
Və bu zaman biz bunu törpü və iskənə ilə təmizləyirik. Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yığılır. Əslində burada çətin bir şey yoxdur. Sadə bir şeydir. Müəllimlər, bunun videosunda YouTube-dan tapdığımız videoydu. Yenidən göndərərəm sizə, baxarsınız. Deməli, ilk öncə nə etdik? Sıxacda birləşdirdik. Verstakın hansı sıxacında? Arxa mı, ön mü? Arxa sıxacında. Deməli, həm uzununa, həm də eninə bizə mişar lazım oldu. Hansı mişar? Xırda dişli mişarla. Tam mişarlamadan kəsimlər atırıq. Bəli, kəsimlər atdıq. Tam mişarlamadan kəsimlər atdıq. Aralarındakı məsafə nə qədər oldu? 10-15 mm oldu. Əgər tirciyin ortasından biz oduncaq parçası kəsiriksə, onda verstakın sıxacında etibarlı bərkitməliyik. Eninə mişarla kəsilən, baxın hansı mişardan söhbət gedir? Eninə mişardan. Eninə mişarla kəsilən hissə tirciyin qalınlığının yarısına qədər kəsdik və aralarında 10-15 mm məsafə olmaqla mişarladıq. Mişarlayandan sonra nə edirik? İskənə ilə kəsirik. Kəsdiyimiz hansı ki hissələr ki var, onları ya iskənə ilə ya da törpü ilə bir-birinə uyğunlaşana qədər təmizləyirik. Uyğunlaşana qədər. Bəs birləşdiriləcək hissələrə nə edirik müəllimlər? Yapışqan sürtdük və məmulatı yığdıq. Gəlin bu şəklə diqqət eləyək. Bax, testdə salına bilər. Məsələn, bu bir gördüyümüz nədir? Bir tircikdir. Bəs içi nədir? Mişarlanmış kəsim. Bax, tamamilə mişarlamayıb da, sadəcə kəsimlər atılıb. 3 nə idi? Paz idi, verstak pazı. 4 nə idi bəs? 4. Bax, söhbət buradan gedir. Verstakın arxa sıxıcısı. Bəs 5 nədir? 5 də iskənədir. Bax, burada A şəklində nədir müəllimlər? A şəklində biz uzununa mişarlayırıq. Uzununa. B şəklində isə eninə mişarlayırıq. Uzununa və eninə. Bu gördüyümüz mişar hansı mişardır bəs? Xırda dişli mişardır. Xırda dişli mişar. Gəlin A şəklinə nəzər salaq müəllimlər. A şəklində baxın hissələri birləşdirdik. Daha doğrusu hissələri, hansı ki kəsiləcək hissələri kəsdik. Yapışqan vurduq və sıxacda birləşdirdik. Deməli, bunu ümumiləşdirsək, yapışqanlı birləşmənin sıxacda sıxılması A şəklində. Yapışqanlı birləşməni sıxacda sıxırıq. Gəlin yadımıza salaq, müəllimlər. Sıxac hansı hissələrdən ibarət idi, müəllimlər? Sıxac gövdədən ibarət idi, vintdən ibarət idi. Gövdədən, vintdən ibarət idi. B şəklində nədir bəs, müəllimlər? Yapışdırılan tirciklərin şkantlarla möhkəmlənməsi. Bax, bunları yapışdırmışıq, düzdür? Və daha möhkəm olmasını istəyiriksə, şkantdan istifadə edirik. Bax, bu gördüyümüz şkantdır. Şkant nədir, müəllimlər? Yumru taxma zivanadır. Yumru taxma zivana. C şəklinə baxaq. C şəklində şkantların yerləşdirilməsi. Şkantlar üçün, belə deyək də, boşluq açılır, dəlik açılır. Və şkant həmin dəliyə geydirilir. C şəklində nədir müəllimlər? Kənara çıxan başlıqların mişarlanması. Baxın, burada da kənara çıxan hissə var. O kənara çıxan hissəni mişarlayırıq. Yəni, eyni səthə malik olsun. Daha sonra
Birləşmələrə əlavə olaraq mismar, şurup və ya taxta tıxacla bərkitdikdə birləşmə daha möhkəm olur. Bəli, təkcə tıxacla deyil, mismarla da, şurupla da, eyni zamanda şkantla, yəni taxta tıxacla da bərkitdikdə möhkəm olur. Şkant yumru oduncaq millərə deyilir. Bəli, baxın, şəkildə gördüyümüz kimi oduncaq mildir. Fransız dilindən tərcümə olunub, fransız dilindən yumru taxma zivanadır. Yumru, taxma, zivana. Şkantlar üçün baxın deşiklər açılır. Şəkildə C şəklində gördüyümüz kimi. Şkanta yapışqan vurulur və deşiyə geydirilir. Yığılmış birləşmələr altlıq taxta ilə birlikdə, baxın, həm altlıq, altına da taxta qoyulur, üstünə də sıxacda sıxılır. Bəli, altlıq taxta ilə birlikdə sıxaclarla sıxılır. Elə bilirəm ki, burada çətin bir şey yoxdur, müəllimlər. Bu zaman bucaqlıq ilə məmulatın ölçülərinə və tirciklərin ölçülərinə nəzarət edilir. Deməli, nəzarəti nə ilə elədik? Bucaqlıqla. Məmulat yapışqan tam quruyana qədər sıxılmış vəziyyətdə saxlanılır. Tam quruyana qədər sıxılmış vəziyyətdə saxladıq. Deməli, tam quruyana qədər bu nə qədər ola bilər? 24 saat ola bilər. Bəli, burada da bizə verilib eyni şəkildə sıxıcı, sıxac daha doğrusu. Sıxac dedik ki, hansı hissələrdən ibarət idi? Gövdə idi, vint idi. Bəli, bax, burada gördüyümüz. Bir də şəkildə düşməyib, dəstək. Dəstək də burada olmalıdır. Dəstək vasitəsilə biz vinti neyinirik? Fırlada bilirik saat əqrəbi istiqamətində. Detalların içi şkantın və ya mismarın, şurupun, axı biz əvvəldə də dedik daha möhkəm olması üçün şurup, mismar və yaxud da ki, tıxacdan istifadə edirik. Detalların içi şkantın köməyi ilə birləşdirilməsi zamanı tirciyin başlığından və kənarından diaqonal üzrə onun qalınlığından az olmayan məsafədə yerləşən birləşmələr daha möhkəm olur. 5C şəklində, bəli, bu 1, bu da 2. İçi şkantı neyinirik? Daha möhkəm olsun deyə yerləşdiririk. Deməli, tirciyin həm başlığından, həm də kənarından diaqonal üzrə qalınlığından az olmayan məsafədə, baxın, qalınlığından az olmayan məsafədə, bu, belə deyək də, bu tərəfdən digər tərəfə çatmış olsun. Məsafədə yerləşən birləşmələr daha möhkəm olur. Qalınlığından az olmur. Özü qədər olur, belə deyək. Yapışqan bərkidikdən sonra tirciyin kənara çıxan başlıqlarını kəsirik, mişarlayırıq. Nə ilə? Xırda dişli mişarla. Bəli, bizə xırda dişli mişar lazım olacaq. 5C şəklində. Başlıqları qoparmamaq üçün məmulatın yapışdırılma yerlərini kənardan mərkəzə doğru rəndə ilə yonur, yeyə və cilalayıcı kağızla təmizləyirik. Deməli, başlığı qoparmamaq üçün nə edirik? Yapışdırılma yerləri ki var, yapışdırılma yerlərini mərkəzdən, kənardan mərkəzə doğru rəndə ilə yonuruq. Yeyə və cilalayıcı kağızla təmizləyirik. Bəli, kənardan mərkəzə doğru neynədir? Rəndə ilə yonduq. Yeyə və cilalayıcı kağızla təmizləyirik. Keçirmələrin nişanlanması və mişarlanması düzgün və ya səliqəli yerinə yetirilərsə, birləşmələri uyğunlaşdırmaq lazım gəlməz. Bəli, əgər biz düzgün nişanlasaq, məsələn, bax, buranın ölçüsünü eyni götürsək, bax, bundan. Eni götürmüşük, məsələn, 5 cm, uzunu götürmüşük, 5,5 cm. Baxın, o yarım, belə deyək də, 5,5 cm üçün biz neynəməliyik? Rəndədən istifadə etməliyik.
cilalayıcı və yaxud da cilalayıcı kağızdan və yaxud da yeyədən istifadə edirik təmizləmək üçün. Bəli, buna görə də çalışmaq lazımdır ki, iş zamanı laqeydliyə yol verilməsin və nəticədə yararsız məmulat alınmasın. 6-cı şəkildə, 6-cı şəkil, bəli, mişarlanma ilə detalların birləşdirilməsi müxtəlif növləri təsvir edilib. Söhbət bundan gedir. Belə birləşmələr çərçivələrdə, yeşiklərdə, pəncərə və qapı bloklarında, masalarda, stullarda və s. istifadə edilir. Gəlin baxaq. Bax, bu A şəklində, B şəklində yeşikdir. Deməli, yeşik nələrdən ibarətdir? Bu da şəklə düşə bilir müəllimlər. 1, 2, bax bunlar divarcıqdır, divarcıq. 3 nədir? Ara kəsmə, bəli, gördüyümüz kimi bu da 3 ara kəsmədir. Ara kəsmədir. 4 də altlıqdır, altlıq. Bəli, bu gördüyümüzdə çərçivədir. Gəlin görək, təhlükəsizlik qaydaları necədir? Pəstahı, Verstakın sıxaclarında, məncənələrdə və ya vintli sıxaclarda etibarlı bərkidin. Deməli, harda? Sıxacda, məncənədə, vintli sıxaclarda. Etibarlı bərkidirik. İskənə ilə işləyərkən ehtiyatlı olun. Bəli, iskenə ilə işləyərkən ehtiyatlı olun. Onu yalnız dəstəyi qabağı olmaqla ötürün. Tircikləri tələsmədən mişarlamaq lazımdır. Yapışqanla ehtiyatlı davranmalıyıq. Yapışqanın tərkibində zərərli, zəhərli maddələr ola bilər. Bir çox yapışqanlar tez alışandır. Onları odun yanında saxlamırıq. Bərkimiş yapışqan kənarları iti olur. Bəli. İti kənarlar yarada bilir və buna görə də barmaqlarımızı, əllərimizi qoruyuruq. Belə müəllimlər, mövzumuz bu qədər. Əslində çətin deyil mövzu. Mövzunu dinləyirik, kitabdan oxuyuruq, testin işləyirik və mükəmməl öyrənmiş oluruq. Belə müəllimlər, sağ olun.